təşkil olunur. Tədbirimizin bir başqa özelliği də odur ki, qonaqsız olan şəhid anaları və evin yeganə övladlarının analarıdır. Onların hər biri övladları kimi qəhrəmandır. Hazırlanan çıxışlar da onlara özəl anlar yaşamaq üçün hazırlanır. Tədbirimizin gedişatında qonağımız olan şəhid analarının qəhrəman övladları haqqında qısa məlumatlar verəcəyik və şairə Esmira Günəşin onlara həsr etdiyi şeirlər səsləndiriləcək. Afət ana, yanında dayan orada. Sən əlindəkini ver, o birisi şəkili var. İstəyirsən onu qoy, istəyirsən əlində saxla. Gəlin elə ilk qəhrəmanımızı tanıyaq. Mustafa Yevcifət Zöhrəb oğlu 12 mart 1996-cı il Sumqayıt şəhərində dünyaya göz atır. İbtidai təhsilinə 2002-ci ildə Sumqayıt şəhər 18 nömrəli məktəbdə almağa başlayıb və 2013-cü ildə həmin məktəbdə məzun olub. Elə həmin il dövlət imtahanını uğurla keçərək Azərbaycan Texniki Universitetinin Maşın Qayırma və Robot Texnika Fakültəsinə qəbul olub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri quru qoşunlarının sıralarında olub. 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi MiG avtomobili ilə minaya düşərək komandiri polkovnik leytenant Cəfər Rüzalı ilə birlikdə qəhrəmancasına şəhid olub. Martın 12-si Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur. Şəhid Rüfət Mustafayev prezidenti sərəncamı ilə vətən uğrunda cəsur döyüşçü, Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilir. Bildirmişdim ki, bu tədbirin ideya müəllifi bizim dəyərli şairəmiz Azərbaycan Yazıçılar Birliyinin üzvü Esmira Günəşdir. Əvvəlcə səhnəmizə şairə xanımın 5 yaşlı balası Elayımızı dəvət edək. O öz şeiri ilə analarımızı təbrik etsin. Daha sonra da şairə xanım verir.